Quran-ı Kərimdə Allah Təbarək və Teala buyurur: Kətəbəllah ləəğlibənnə ənə və rusuli İnnəllaha qaviyyun aziz. Allah Teala belə müqəddər edib ki, özü və peyğəmbərləri həmişə qalibdirlər, qalib gələcəklər. Allah güclüdür, əzizdir, sınmazdır, məğlub edilməzdir. Dinin məntiqi, baxışı budur ki, insan Allah yolunda mübarizə apardı, həm zahirdə Fatih olsa da qalibdir, Allah yolunda öldürülsə də, şəhid edilsə də yenə də qalibdir. Başqa bir ayədə var, Allah Teala buyurur ki, deginən ey Peyğəmbər, qul həl tərəbbəsu bina illa ihdəl husnəyeyn, siz bizim barəmizdə iki dənə hüsündən başqa bir şey mi gözləyirsiniz? Əgər qalib də olsuq, fatih olsuq, yenə də bir yaxşı nailiyyətə çatmışıq. Əgər qətl edildik, şəhid edildik, yenə də yaxşı bir nailiyyətə çatmışıq. Dinin məntiqi budur, baxışı budur. Şəhid rəhbərimiz də Allah ruhunu şad eyləsin, Həzrəti Ayətullahul Uzma Seyyid Əli Hüseyni Xameneyi Rizvanullah Teala əleyh bu cümləni, bu ayəni həmişə misal gətirərdi öz mübarizəsi üçün. Deyərdi, ma lənə illa ihdəl husnəyeyn. Bizim üçün iki hüsündən biri qaçılmazdır. Ya fatihü ya da şəhidü. Hər ikisi nailiyyətdir. Hər ikisi gözəl nəticədir. Hər ikisi. Dinin məntiqi budur, baxışı budur. Zalim cərəyan hər iki halda zərərlidir. Hər iki halda itirəndir. Dünyada da ulaikə fil əzəllin, hər kəs Allahı, Peyğəmbərini düşmən bilə, onlara düşmənçilik edə, Allah Teala buyurur, ulaikə fil əzəllin. Onlar zəlillər və alçaqlar zümrəsindəndirlər. Zahirdə qalib də olsalar, məsələn, desələr ki, biz öldürdük, qalibik. Allah Teala deyir ki, onlar zəlil və alçaqlar zümrəsindədirlər. Onlardandılar. Özlərini böyük bir uğura nail olanlardan hesab etməsinlər. Bu Allahın yoludur. Allahın yolunda bütün yaxşı nə varsa hamısı var və biz özümüz də özümüzü Allahın yolu ilə ölçməliyik. Yəni özümüzü qoyaq ortaya, tutaşdıraq, müqayisə edək, görək biz hansı tərəfdənik. Deyir, qəlbivə bax. Qəlbin hara cəzb olunur? Qəlbin hara çəkilir? İmam Sadiq əleyhissalam buyurub, İn əraddə in tə'ləmə ənnə fikə xeyrən fənzur ilə qəlbik. Deyir, əgər bilmək istəsən, Allah səndən razıdır, Allah səni sevir, səndə bir xeyir var, qəlbivə deyir, müraciət elə, bax qəlbivə. İndi nə olacaq? Bunu necə biləcək? Deyir, bax, qəlbin hara, kimə tərəf cəzb olunur? Kimin məhəbbəti orada var? Bununla insan bilə bilər, aydınlaşdıra bilər ki, mən hansı tərəfdəyəm və məndən bir xeyir
var yoxsa yox. Deyir, fə in kana yuhibbu əhlə taatillah və yubğidu əhlə məsiyyətillah fəfikə xeyrun. Bax qəlbivə, gör əgər Allaha itaət edən möminləri sevirsən və Allaha üsyan edən dəstəni sevmirsən, onlara bığz və düşmənçilik bəsləyirsən, onda deyir, səndə xeyir var. Bax, budur. Möminlər deyir, sevirsən, günah əhlinə nifrət bəsləyirsən, zalimlərə nifrət bəsləyirsən, bu qəlb müsait qəlbdir. Diri qəlbdir. Xeyri özündə cəm edən qəlbdir. Vallahu yuhibbuk. Əvəzində də Allah da səni sevir. Yəni, Allahın sevgisi bağlıdır Allahın dostlarını sevməyə. Və in kana yubghidu əhlə taatillah və yuhibbu əhlə məsiyyətih leysə fikə xeyrun. Vallahu yubghiduk. Yenə də müraciət elə qəlbivə. Əgər Allaha itaət edən möminləri sevməyib, onlara nifrət bəsləyirsən, əksinə zülm edənləri, məsiyyət edənləri, günah edənləri sevirsənsə, leysə fikə xeyrun. Səndə bir xeyir yoxdur. Və Allah da səni sevmir və sənə qəzəb eləyir. Və bu bir meyardır, bu ölçüdür. Bəzən sual edirlər, mənim ibadətim qəbuldur, yoxsa yox? Necə bilə bilərik? Namazım qəbuldur, yoxsa yox? Və bunlar hamısı meyardır, ölçüdür. Qəlbimə baxım, görüm Allahı, dinini, din əhlini, taət əhlini sevirəm, günah edənləri, zülm edənləri sevməyib, onlara düşmənçilik bəsləyirəm. Bu artıq nədir? Onu göstərir ki, mənim ibadətim, dualarım, namazım qəbul olan ibadətlərin, namazların, duaların içindədir. Və əksinə, necə bilə bilərəm, əməllərim qəbul olmayıb, elə boş bir hərəkətlərdir. Yenə də qəlbimə müraciət edirəm, baxıram, görürəm ki, mömin görəndə xoşum gəlmir. Allaha tərəf dəvət eləyəni görəndə xoşum gəlmir. Başlayıram onda səhvlər axtarmaya, eyb irad tutmaya. Onun qeybətini eləyirəm. Onun dalıca danışıram. Burada artıq nədir? Burada gərək ehtiyatlı olam. Gərək tez özümə qaydam, tövbə eləyəm və özümü islah eləyəm, düzəldəm. Sonra İmam Sadiq əleyhissalam buyurur, vəl mər'u mə'ə mən əhəb. Hər bir insan öz sevdikləri ilə bir yerdədir. Kim kimi sevirsə, onlar birlikdədirlər.